Aleykum assalam və rəhmətullah. Sual belədir ki, deyir, sualıma görə hər kəsin üzr istəyirəm. Sual belədir. İnsanda şəhvət hissi oyananda sperma ifraz etsə və yaxud da müsəlmandır, namaz əhlidir, şəhvət hissi ilə sperma ixrac edib, o həmən insana günah yazılmı? Yəni mən tam başa düşmədim ki, yəni siz şəhvət hissiz keçirmisiniz və əliniz toxunmadan, əllə etmədən məni ifraz olubsa, təbii ki, bu zaman əgər siz bilmirəm, indi beyninizə nə düşünmüsünüz, nə eləmisinizsə, onu mən tam deyə bilmərəm. Amma mücərrəd əgər şəhvət etirazlanıbsa, şəhvət oyanıbsa və məni ifraz olubsa, yəni siz heç bir kimisə, nəyisə düşünmədən belə, sadəcə dayandığınız yerdə şəhvət etirazlanır və o qədər qüvvətli olur ki, hətta məni ifraz olursa, inşallah ki, siz günah daşımırsınız, amma ki, qüslünüz pozulmursa, əgər məni ifraz olubsa. Yəni sperma məni deməkdir. Amma yox, şəhvət oyanıbsa və məni yox, vadi və yaxud da vəzi gəlibsə, məzi gəlibsə, yəni var vadi, var məzi, bir də var məni. Məni qüslü pozur, amma vadi ilə məzi isə bunlar dəstəmazı pozur. Yəni məni fontanla gələn spermadır, o qüslü pozur. Amma şəhvətlənən zaman şəffaf axıntı varsa, yəni məni yox, şəffaf axıntı varsa, o yalnız dəstəmazı pozur. Yəni əgər siz beyninizdə kimisə düşünüb bu halı olmusunuzsa, siz buna görə günah daşıyırsınız. Yəni hətta göz zinasına da düşə bilər. Amma yox, mücərrəd özünüz istəmədən şəhvət etirazlanıb və sperma çıxıbsa, qüsul pozulur, amma vadi və yaxud da məzi çıxıbsa, bu zaman isə dəstəmaz pozulur. Yəni o batan yerlər yumaq lazımdır və dəstəmaz almaq lazımdır.